Uzun zamandır sizə Amerika universitetlərindən necə $580.000 təqaüd qazandığım videosunu çəkmək istəyirdim. Sadəcə olaraq Amerikadan qayıtdığımdan da işləməkdən heç sürə vaxt tapamırdım. Lakin gün bu gündür. Hər kəsə salamlar, xanımlar və cənablar. Mən Əsgər Lətifov. Mən 15 yaşımdan başlayaraq artıq 18 yaşımda 3 fərqli ölkədə təhsil almışam. Bu ölkələrə daxildir Hindistan, Amerika və Gürcüstan. Və sizə ümumilikdə bu yola necə başladığımdan və sizin necə başlayacağınızdan danışacağam. Deməli, təsəvvür edin ki, 10-cu sinif tələbəsidir. 10-cu sinif tələbəsinin ümumiyyətlə tək dərdi nə olur? Sadəcə olaraq dil imtahanına hazırlaşıb Azərbaycanın universitetə qəbul olur. Və mən də deyildim. Tək uğurum isə 9-cu sinif imtahanından qırmızı diplom almalıydım. Sadəcə olaraq mən ingilis dili üzərində çoxlu işləyirdim və bacardığım qədər ingilis dilini mükəmməl şəkildə öyrənməyə çalışırdım. Və bundan sonra ümumiyyətlə həyatda nə istəyirsinizsə, istərsiniz qabağınıza çıxır. Və belə oldu. Mən 5-ci, 6-cı sinifdən, yəni 11-12 yaşlarımdan Amerikada təhsil almaq xəyalımda idim. Yəni bu mənim uşaqlıq arzum idi. 10-cu sinifin artıq aprel ayları idi və 2 aydan artıq mən qurtarırdım 10-cu sinifi və heç bir fikrim yox idi hələ də ki, mən necə Amerikaya gedə bilərəm və Amerikada təhsil ala bilərəm. Və bütöv həyat trayektorumu dəyişən o an mənim təqaüd proqramını kəşf etdiyim an oldu. Sadəcə olaraq bu təqaüd proqramı Amerikaya deyildi. Hamınızı təəccübləndirə bilər. Sadəcə olaraq bu təqaüd proqramı Hindistan üçün idi. Və mən başladım özümü sınamağa. Mənim hətta vloqlarımdan birində var. Mən təqaüd proqramına oturmuşdum, kompüteri götürmüşdüm və həmin vloq videosunu çəkə-çəkə, yemək yeyə başlayırdım, bir şey yazırdım kompüterdə. Hola world, hola hola girl. Qəlbim bum 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 bum. Qəlbim bum 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 bum. Kompüterdə yazdığım şey əslində özümü sınamaq üçün həmin təqaüd proqramına müraciətim idi. Və bir aydan sonra gəldi mənim e-mailim ki, təbriklər, sizi müsahibəyə dəvət edir. Və müsahibəyə girdim. Hər şey qaydasında. Sadəcə olaraq bəxtim bir yerdə gətirdi. Necə? Mənim ingilis dilim hələ də tam mükəmməl deyildi və mükəmməl danışamırdım. Sadəcə olaraq öz fikrimi izah edə bilirdim. Hələ 15 yaşım var idi. Məndən müsahibə alan bir Misirli qadın idi və ondan normal kommunikasiyada idi. Sadəcə olaraq bəxtim burada gətirdi ki, həmin qadının interneti kəsildi və müsahibədən çıxdı. Zoom onu atdı. Və mən də qaldım belə, birdən də sual vermişdi ondan qabaq. Sual tam olaraq yadımda deyil. O sualın cavabını tezbazar internetdən başladım, mən axtardım, tapdım. Yəni ki, normal bir sual idi əslində. Çox sadə suallar. Sadəcə olaraq mənim təqaüd proqramlarından heç bir anlayışım yox idi, ümumiyyətlə heç bir xarici təcrübəm yox idi. Və o sualın cavabını bilmirdim həmin vaxtı. Və belə oldu ki, artıq qadının interneti düzələndən sonra müsahibəyə yenidən qoşuldu və məndən üzr xahladı. Və mən də soyuqqanlılıqla, səmimi şəkildə, ümumiyyətlə mən şəkilliyəm, səmimiliyi xoşlayıram. Səmimi bir şəkildə yol verdim ki, heç bir sıxıntı yoxdur, heç bir problem deyil, narahat olmayın, hər şey qaydasındadır. Məndən soruşdu ki, bəs biz harada qalmışdıq? Mən də dedim, siz mənə bu sual vermişdiniz və mən bunun cavabını verəcəyim sizə. Və başladım həmin sualın cavabını danışmaya. Ondan sonra qadın artıq heç bir sual vermədi və mənlə sağollaşıb müsahibədən çıxdı. Və mən də artıq müsahibədən çıxdım və gəldi bir ay sonra qəbul. Bu proqram isə EFS Intercultural Programs idi. Yəni ki, American Field Service açıqlaması EFS-in elədir. Bu isə fərqli ölkələrə göndərirlər uşaqlar. Yəni mənim seçdiyim ilk ölkə Hindistan idi. Çünki mənə çox maraqlı idi. Və ümumiyyətlə çoxlu stereotiplər var. Çirkli olur, belə olur, elə olur. Heç biri düzgün deyil, getdiyiniz yerin nasıldır. Hətta Hindistan vloqlarında görə bilərsiniz. Məsələ bu yerdə idi ki, bu proqram hətta Amerikaya belə göndərildi. Sadəcə olaraq mənim Amerikanı seçməməkdə məqsədim o idi ki, mən Flex proqramına müraciət etmək istəyirdim. Və istəyirdim ki, Flex olan təqaüd proqramına müraciət etdiyim zaman mənim Amerikadan heç bir anlayışım olmasın ki, mənim təqaüd şansım daha çox artsın. Yəni qəbul şansım daha çox artsın. Çünki desinlər ki, bu adamın beynəlxalq təcrübəsi var, sadəcə olaraq Amerikanı heç vaxt görməyib. Yəni Amerika təcrübəsi yoxdur. Elə oldu ki, mənim 16 yaşım oldu, mən ondan bir ay sonra getdim Hindistana, bir ay təhsil aldım orada və orada həyat barədə çox şey öyrəndim. Gördüm ki, biz ümumiyyətlə Azərbaycanda gənc nəsil sadəcə dimə hazırlaşır. Yəni ki, dimə hazırlaşmaqdan başqa bizim həyatımız yoxdur. Mən onu dərk elədim. Ümumiyyətlə gördüm ki, biz yaşamırıq. Yəni mənlə eyni yaşda olan insanlar var idi orada. Ümumiyyətlə ən balacaları mən idim, qalanlar 17-18 yaşlı idi və proqram 18 yaşa qədər idi. 16 yaş 18 yaş arası. Mən isə 15 yaşımda müraciət etmişdim. Və belə olub ən balaca nümayəndə orada mən idim. Ümumiyyətlə çox fərqli ölkələrdən 30 nəfər tələbə idi Hindistanda.
Emerald Heights beynəlxalq məktəbində oxumuşduq. Ümumiyyətlə vloqlara baxsınız, yəni özünüz görürsünüz ətraflı. Hindistan macəramı. Sadəcə olaraq mən sizə ətraflı hekayəni danışıram. Digər uşaqlardan gördüm ki, onlar ümumiyyətlə çox yerləri gəziblər, çoxlu təcrübələri var. Oxumaqla bir yerdə həmçinin əylənə də bilirlər. Mən ilk dəfə həyatımda oxumaqla əylənməyi eyni balanslı şəkildə aparmağı Hindistanda öyrəndim. Bir aylıq Hindistanda yaşadığım müddətdə mən bunları öyrəndim. Və artıq təsəvvür edin ki, bir ay bitib, uşaqların hamısından sağollaşırıq, hamımız emosional, hamımız pis hiss edirik və mən və bir başqa yoldaş qayıdırıq Azərbaycana. Azərbaycanın sadəcə 2 nəfər seçilmişdi və mən təzə öyrənirəm əslində 2024-ün noyabrında, yəni təxmini 6-7 ay əvvəl öyrənmişəm ki, mənim müraciət etdiyim il həmin proqramın Azərbaycanı nümayəndə ölkələrdən biri kimi götürdüyü ilk il imiş, 2022. Qayıdıram, artıq Dubayda transfer oldu və qayıdırıq Bakıya. Mən həmin təyyarədə ümumiyyətlə fikirləşdim ki, bax, onsuz da mənim uşaqlıq arzum Amerikada təhsil almaqdır. Və əgər Hindistanda təhsil bu qədər yaxşıdırsa, mən Hindistanda bu qədər şey öyrənə bilirəmsə, Amerikada bunun 10 qatını, 20 qatını öyrənərəm. Və Hindistanda yaşadığım müddəti həmin bir aya həyatımın ən gözəl bir ayı kimi təsvir edə bilərəm. Hələ də elə olaraq qalıb. Gəldim Bakıya çatdım və ailəvi şəkildə əyləşmişik. Ümumiyyətlə atam, anam, bacılarım, 2 ədəd bacım. Oturduq. Mən başladım bunlara deməyə ki, mən köçürüm Bakıya. Təsəvvür edin, 16 yaşını, 16 ilini Şəkidə keçirən bir yeniyetmə ailəsinə deyir ki, mən köçürüm Bakıya. Yəni bu o deməkdir ki, tanıdığım hamını, bütün dostlarımı, bütün tanıdığım yolları, məktəbimi, dərsimi, hər şeyi atıram, gəlirəm Bakıya. Dedilər, niyə? Dedim, Amerikaya hazırlaşacağım, mən Amerikaya təhsil almağa gedəcəm. Və hətta belə bir hekayə də danışım ki, sizə mənim videolarımdan birində mən 8-ci sinifdə olan müddətdə Flex proqramının broşürlərini Şəkidə paylayırdım insanlara ki, onların məlumatları olsun. Və gəl elə olur ki, 3 il sonra mən gəlim Bakıya, məktəbimi keçirim bura, heç kimi tanımıram, komfort zonamdan kənardayam, heç kimi bilmirəm, heç yeri tanımıram və heç bir fikrim yoxdur ki, mən Amerikaya necə gedə bilərəm. Universitetlərin yollarından tutmuş heç nədən və bu videonu da başlanğıc videosu olaraq buna görə çəkirəm. Bu videoda öz hekayəmdən danışıram. Sadəcə olaraq bu videodan sonra kanala yükləyəcəyim videolar isə artıq başlayacağım. Mən sizə danışacağım təqaüd proqramları, xaricdə Avropada universitetlərə qəbul, Amerikada universitetlərə qəbul və s. Bunların hamısından sizə danışacağım ki, siz də mənim kimi yeniyetmələr varsa və yaxud məndən böyüklər varsa, magistr ola bilər bu. Mən çəkdiyim çətinliklər çəkməyin, çünki mən bu yola girəndə heç nədən anlayışım yox idi. Və o qədər müddət olurdu ki, 72 saat, ondan daha çox yuxusuz qalaraq, heç bir yuxu görməyərək, ancaq oturub araşdırma edirdim ki, mən Amerikaya necə gedə bilərəm. Flex proqramını bilirdim ancaq və o mənim tək bildiyim Amerikaya çıxış yolum idi. Və Flex proqramına müraciət etdim. Flex proqramına müraciət etmək ümumiyyətlə mənim hardasa yarım saat müddətim aldı. Və ondan sonra mənim yenə də B planım, C planım, hər şeyim olmalıydı. Başladım araşdırma, başladım yollar tapdım. Beynəlxalq sertifikatlar götürdüm. Demək olar ki, hamısını. SAT-si, IELTS-i, Duolingo-su, LTS imtahanı, sonra başqa daxili universitet imtahanları və s. hamısını. Və nəticə də belə oldu. Mən tamı-tamına 8 universitetdən, Amerika universitetindən təqaüdlə qəbul aldım. Və bu elə hazır halva deyil, asan deyə fikirləşməyin. Çünki məndə kompüterdə papka var. Bir tərəf uğur papkası, bir tərəf isə nailiyyətsizlik papkası. Failure, success. Failure papkasında isə indi hal-hazırda baxıram, mənim tam-tamına 17 müraciət elədiyim yerdən rejectim var. Yəni ki, mən qəbul olmamışam oralara. Amma 8 yerdən qəbul almışam və bu insanın həyatını dəyişdi. Bunlardan biri Flex idi. Flex proqramı sadəcə olaraq 11-ci siniflər üçün olan bir fürsətdir, çox ölkə üçün var. Bu proqram haqqında ətraflı video çəkəcəm onsuz. Success papkamda isə 9 uğurlu qəbulum var. Yəni əsas hissəni sizə izah edeyim. Necə $580.000 qazandım. Təxmini elə gəlir, tam təxmini bilmirəm. İstəsəz hesablaya bilərsiniz, məşğulları buralara qoyacağam. Deməli, baxın, birinci gəlir universitet olaraq Centenary College of Louisiana. $24.000 təqaüd illik, yəni 4 ilə $96.000. Daha sonra gəlir Illinois College. Illinois College isə verir
23.000 dollar təqaüd illik. O da həmçinin 92.000 dollar olur 4 ilin sonunda. Və bunları hətta Amerika universitetləri barədə çox da anlayış olmayan dostlarım üçün deyirəm. Yəni ki, bu təqaüdlərə hətta başqa idman klubları, məsələn, idman nailiyyətləriniz varsa, hansısa bir universitetin idman klubuna qoşularaq arta bilirsiniz və s. Bunları növbəti videoda yenə tam açıq sürətlə izah edəcəm. Daha sonra gəlir Michigan Tech University. Bunların hətta hamısı yəni istədiyim ixtisaslardan olduğunu da demək istəyirəm. Video çox uzun olmasın deyə hamısının bir təqaüdlərini deməyəcəm, amma yenə dediyim kimi məktublar buralarda qoyacağam. Bəzi məktublarda demir, məsələn, məktubun özündə təqaüdü sadəcə olaraq veb-saytda deyil. Ümumi olaraq 580.000 dollar olur. Mənim ümumi bütün universitetlərdən qazandığım təqaüd. Michigan Tech University, daha sonra University of Arizona, daha sonra University of Connecticut, daha sonra University of Massachusetts, hansı ki MIT kimi rankinglərdə, yəni sıralamalarda birinci olan universitetlərin yerləşdiyi ştat. Daha sonra gəlir University of Nebraska və daha sonra gəlir Xavier University. Və bu universitetlərin hamısından mən qəbul almışam, heç bir şirkətdə işləməyərəm. Sadəcə olaraq bu necə deyim, ümumiyyətlə çox çətin idi, çox böyük proseslərdən keçirdi. Əlbəttə ki, yəni hansı şirkətlərlə işləməyiniz sizin daha çox avantajınız ola bilər, hansı ki, onlar məktubları da yazırlar, recommendation letter yəni tövsiyə məktubu da onu da yazırlar, motivasiya məktubunu da yazırlar. Orada əlavə verilən suallar və s. ümumiyyətlə növbəti videolarımda bunların hamısını ətraflı izah edəcəm. Hətta siz də bir yerdə oturub mən universitetə müraciət edəcəm ki, siz tam ətraflı olaraq başa düşün prosesi. Yəni deməyim odur ki, mən bu universitetlərin hamısına sadəcə olaraq 4-5 ay ərzində araşdırmanın nəticəsində qəbul almışam və sizə belə deyim ki, 5 ayda mənim araşdırmadığım vaxt qalmamışdı. Hətta mən belə deyim də, IELTS imtahanı, məsələn, pulsuz sınav imtahanı almışdım, onlarla əlaqə saxlayıb. Bu universitetlərin heç birinə application fee verməmişdim. Application fee də odur ki, istənilən Avropa və yaxud Amerika, Kanada universitetlərinə müraciət zamanı bir məbləğ ödəyirsiniz. O məbləğdə dəyişir. 20 dollar, 30 dollardan başlayır ən belə fuflu universitetlərdən, qalxır olur 120-130 dollar. Siz bu pulu onlara ödəyirsiniz ki, onlar görsünlər ki, sizin həqiqətən fikriniz ciddidir və sizin müraciətinizə baxsınlar. Sırf o baxmağa görə sizdən o qədər pul tələb edirlər. Və mən bu qədər universitetə, hətta yəni reject aldığım, uğursuzla nəticələnən müraciətləri də saysaq, ümumiyyətlə təxmini 25-30 universitetə heç bir application fee, heç bir ödəmə verməmişəm. Bunların da çoxunu məsələn başqa platformalardan eləmişəm və yaxud universitetin özü ilə əlaqə saxlamışam ki, bəs mən bu məbləği vermək istəmirəm, bla bla bla. Ümumiyyətlə sizə bunların hamısını izah edə bilərəm daha sonraki videolarda və beləcə olub heç birinə application fee vermədən müraciətlər eləmişdim. Və hətta ondan əlavə də Duolingo kimi beynəlxalq testi belə mən pulsuz almışdım. 65 dollardır hal-hazırda qiyməti. Mənim vaxtımda 59-58 dollar idi, səhv eləmirəmsə. Mən onu ümumiyyətlə öz qaydalarına, öz kitablarına görə oynayıb pulsuz almışdım. Amma Duolingo proqramından da bunu deyim ki, sertifikat tamamilə ayrıdır. Yəni Duolingo proqramı biraz mənasız və yaxud biraz fuflu bir proqramdır. Duolingo sertifikası isə ümumiyyətlə dünya üzərində bir çox universitetin qəbul etdiyi IELTS kimi, SAT kimi səviyyəli dil sertifikatıdır. Və mən bu sertifikatı pulsuz imtahan vermişdim. Ümumiyyətlə öz qaydalarına əsasən öz qaydalarını tam ətraflı araşdırdım və gördüm ki, burada bir şans var. Yəni mümkün qədər düşük büdcə ilə mən müraciət etmişdim və belə bir nəticə almışdım. Siz əgər istəsəniz hal-hazırda Amerika vloqlarıma baxa bilərsiniz, Amerika təcrübəmə baxa bilərsiniz və növbəti videolarda mən sizə bu fürsətlər barədə daha ətraflı video çəkəcəm. İzlədiyinizə görə təşəkkür edirəm. Əgər suallar yaranıbsa və hər hansı bir şeyləri öyrənmək istəyirsinizsə, mənimlə Instagramdan əlaqə saxlaya bilərsiniz və yaxud şərhlər bölməsində yaza bilərsiniz ki, mən daha sonra ola bilsin bir videoda çəkərəm sizin sırf şərhlərinizə cavab vermək üçün. Özünüzdən müğayət olun, sağ olun, salamat qalın.